Sevgisini ürəyində gizlədən 5 bürc. Sevgi kitabını bağlayan tərəzilər neçənci sırada? Tərəzilər 3-cü sırada. Tərəzi bürcünün 6-cı hissi çox güclüdür. Ürəyi nə qədər geniş olsa da, o istəmədiyi müddətcə onun həyatına heç kim girə bilməz. Dolçalar bəs? Dolçalar 5-ci sırada. Dolçanın sevgisi səssiz bir dua kimidir. Hər zaman yanındadır, amma heç vaxt səslənməz. O sevdiyini sözlə deyil, baxışlarında gizlətdiyi minlərlə duyğu ilə ifadə edir. Ox atanlar bəs? Sevgidə heç vaxt üzü gülməyən ox atanlar 2-ci sırada. Sevgisini damarlarına kimi hiss edən ox atanlar üçün artıq bu sözün bir mənası qalmayıb. Çünki bu sevgi sözü ox atanlara saxta insanlardan başqa heç nəyi xatırlatmır. Əkizlər bəs? Düzdür, əkizlər 4-cü sırada. Əkizlər bürcü sevgiyə çox sadiq bürclərdəndir. Sevdiyi üçün nə qədər savaşıb vuruşsa da, hər zaman nankorluqlarla qarşılaşıb. Birinci sıradakı bürc balıqdan başqası ola bilməz. Kövrək balıqlar 1-ci sırada. Balıq bürcünün ürəyində hər zaman bir ümid vardır. Ümid dünyanın ən gözəl şeyidir. İynənin ucu qədər bir ümid varsa, demək ki, hər şey yaxşı olacaq. Bu saydığımız 5 bürc bu ilin sonuna kimi həyatınızda çox gözəl şeylər olacaq.